Bu iki Amerika ve İsrail'in bu saldırısı neticesinde İran'da görünen tablonu değerlendirip acaba bu halkların herhangi bir hukuk elde eləmək orada olan millət veya milletlerin, biz milletler deriz çünkü İran bir millet değil, İran'da milletler var, İran hakimiyetinin altında çoxunluqdur aslında Fars olmayanlar ve bütün hukukları tapdalanıb, məhv edilib və məhrum olublar. Təbii ki, hər kəsə məlumdur ki, demokrasi füzənin ucunda veya bombla, təyyarədən tökən bombla demokrasi olmaz. Demokrasinin altyapısı lazımdır. Demokrasini halk yaradar. Yani ki alttan inqilab başlayar, yavaş-yavaş demək kütlənin hər yerinə yaylar və hamını bərabərində arxasında çəkib bu sistemi dəyişdirib bir yeni sistem getirip onun yerine koyar. Amerika veya herhangi bir harici kudret gelip bir devletin başında birini vurmaqla orada onun yerine bir başkasını koyabilir. Hatta ondan anlaşıp istediklerini de alabilir. Ama ondan demokrasi geleceği ummaq xətadır. Çünkü demokrasi ondan gələ bilməz. İndi məsələn baxaq məsələyə, cənab Trump nə deyib? Bu gün müsahibəsində məsələ tam aydındır. Yəni sizin sualınıza o cavab verirdi. Deyir ki, Xameneinin yerine İranın bu qatil liderinin yerine getireceğimiz adam bizim tacimizde bombardımanda ölüb. Demək ki, İran dövlət yetkililərindən ölənlər neçə nəfərdir ki? 10 nəfər, 15 nəfərdir. Yəni ki, Xameneinin ən yaxınlarından birini onun yerinə qoyacaqdılar. Eyni Venezuela kimi. Və o ölüb durdu. İndi məsələ buradadır ki, əlbəttə Xameneinin ölməsi ilə o hesablar ki, getmişdilər, o hesaplar doğru çıkmadı. Yani Xameneinin ölmesi rejimi köçtürmedi. Rejim birinci gününden daha radikal saldırılarına devam ediyor, cevap verir Amerika'ya, İsrail'e, Bahreyn'i, Kuveyt'i, Qatar'ı, Arabistan'ı, Emarat'ı, Amerika'nın gəmilerine, İsrail'e saldırılarını devam etmektedir. Yani ki Xameneinin vurulması ve hatta mesela üst düzey fermandehlerin de vurulması o kadar təsir vermedi. Elbette ki bu uzun sürede təsir koyacaktır. Ama ikinci mesele ki sebep oldu. İkinci mesele rejimin daxilindəki müxalifləri birleştirdi. Yani ki rejimin muhtemelen indi islahatçı ve demək rejimin içinde radikal, qeyri-radikal qollar var idisə, əgər hakimiyyət davası aparırdılarsa, bugün xarici müdaxilə oldu deyə birləşdi və hətta bu xiyabana töhdükləri Xameneinin ölümünün adına xiyabana çıxanları da nəzərdə alsaq, toplumda o bəlirsiz təbəqəni, yəni ki, silence majority ki deyilir batıda, o təbəqəni də nədir? Yanına ala bildi. Geçen il 12 günlük saldırı ile onun da sonucunda ben bunu dedim ki bu aslında İran nasyonalizmini belli ölçüde güçlendirdi. Ve indi de bu saldırı aslında sürdükçe, her gün geçtikçe İran nasyonalizminin artmasına ve rejimin içinde bölünmeler değil, parçalanmalar değil, güç rəqabəti değil, daha sıx ve birbirine yakınlaşmalar ve hatta halkın içinde de Amerika ve İsrail'e karşı zihniyetler oluşacaktır. Neden? Çünkü bu bombalar tökülür. Bu bombalar töküləndə cəmaət evlərini bırakır, gedir, qaçırlar.
Yani görür ki birdən 1 kilometr evindən o tərəfdə bomba düşübdür. Nə garantisi var sabahla onun başına düşməyəcəkdi. O qorxur. Hətta buraxıb getməsə də qorxu içində yaşır. Evdən çıxa bilmir eşiyə. Demək, irtibatı yoxdur. Hər an gözləyir ki, başına bir bomb düşəcəkdir. Və bu uzun sürədə təbii ki, bu müdaxilənin əleyhinə çıxacaqdır. Ona görə əslində bu saldırının özünün, yəni Amerika və İsrailin bir müşəxəs planı da yoxdur. Yəni bu gün ortaya çıxdı. Yenə də cənab Trump danışığında deyir ki, qorxunc budur ki, Xameneyinin yerinə daha bir pisi gələ, Xameneydən də radikalı gələ. Demək ki, bunların planı yox imiş. Bunlar nə istədikləri bəlli deyil. Bunlar bəlli daha bəllisi budur. Bəlli olan budur ki, nüvə fəaliyyəti olmasın və İsraili vuracaq füzələr olmasın, Avropaya çatacaq füzələr olmasın. Məsələn, Ərağı vurursan, vuruşunan, indi deyək, məsələn, balaca ölkələri ətrafındakı kiminlə savaşırsan, savaş neyinsə elə, bizə toxunma. İsrailə toxunma, bizə toxunma. Ona görə mən güman eləmirəm ki, Amerika demokrasi şüarı versə də, Amerikanın umurunda deyil ki, oradakı insanların yaşam tərzi nədir? Zira biz görürük ki, Amerika bir çox diktatorluq dövlətləri ilə çox yaxın səmimi rabitələri var və dostum, qardaşım deyə onlarla çox iç-içə demək, ilişki qurmuşlardır. Yəni ki, Amerikanın mənfəətləri vardır. İsrailin mənfəətləri vardır. Bugün o mənfəətlər savaşır bir-birinə. İran adlanan yerdə yaşayan xalqların, millətlərin məsələsi deyil. Burada millətlərə bir şey çıxacaq. Təbii ki, acil göydən müdaxilə ilə, xarici müdaxilə ilə, hətta yerdən də qüvvə yeritmiş olsalar ki, mümkün deyil. Yerdən də qüvvə yeritmiş olsalar, yenə də orada demokrasi təmin edəcək mənasında deyil. Əcəba Suriyədə eləyə bildi mi? Əfqanistanda eləyə bildi mi? Əfqanistanda gedib Karzayı apardılar, hətta hökumət də qurdular, dövlət də qurdular. Amma bir müddətdən sonra özləri də qaçdılar, Karzay da qaçdı. Həmən çövrüldükləri Taliban nədir? Təkrardan gəldi hakimiyyətə. Və ya məsələn, Suriyə 13 il iç savaşı getdi və nə oldu axırda? Acaba Amerika və ya orada hala bir demokrasi təmin oluna bildi mi? Oluna bilmədi. Və terörist dedikləri, başlarına ödül qoyduqları birisi bugün gəldi Suriye'nin liderliğini əlinə aldı və Əhməd Şarə. Və ya məsələn, Əraqda vəziyyəti nəzərdə tutaq, ya Ərəb bəharı deyə başlanılan demək, prosesi nəzərdə tutaq, hansı doğru nəticə verə bildi ki, bu xarici müdaxilə ilə, məsələn, Libidə demokrasi mi var, Libidə əmin-əmanlıq mı düzəldi? Düzəlmədi. Ona görə İran adlanan yerdə demokrasi sadəcə orada yaşayan xalqların hərəkəti, istəklərinin təmini nəticəsində oluşa bilər. Və bu da Amerikanın planında maalesef yoxdur. Ona görə Amerikanın və İsrailin müdaxiləsi təbii ki, öz hədəflərinə ki, İranın nüvə teknolojisini aradan aparmaq və balistik füzələrini yox eləməkdir. Ondan başqa zənn eləmirəm ki, ayrı bir hədəf peşində olarlar və bunu zaten Xameneyinin öldürüldüğündən sonra Trump'ın danışıqlarından da özü bəllidir. Uzaqbaşı ən yaxşı formada dəyişiklik ola bilsə, bu dəfə islahatçılardan birini gətirirlər. Yəni ki, yenə də həmən rejim köhnə, amma köhnə tas. Yəni rejimin bir qanadı ki, məsələn, Mürsəvi ki, indi həbisdədir, onu çıxadarlar, gətirirlər, deyirlər ki, bu, məsələn, demokratdır. Həmən Mürsəvi ki, özü 60 min nəfərin eydamında əli, qanı olubdur. O zaman baş naziridir. Yəni ki, bunların
demək və bu zehniyyətdəki bombardımanla veya məsələn Xameneyini öldürməklə ya rejimin başında 4-5 nəfəri vurmaqla ya 50 nəfəri yox eləməklə bu rejim yox olacaq. Bu doğru təsbit deyil. Çünkü rejim onlardan ibaret değil. Biz indi görürük ki, Xameneyinin birinci günündən, yani vurulduğundan bu tarafa rejimin gösterdiği demek o duruşun bir değişikliği olmadı. Yani Xamenei ölçə de rejim devam ediyor. O sistem işləyir və onun yerini də həmən-həmən də doldurdu. Hələ ki, buna gələk Hizbullahın təcrübəsini də əlavə eləsək və keçən il saldırını da əlavə eləsək, bu saldırılarla hətta yəni dövlət başçılarını yox eləsələr də burada bir ciddi dəyişiklik olacağı qənaətində deyiləm. Məgər bunu orada olan siyasi müxaliflərlə həmahəng eləyərlər və bu da indiki şərtlərdə bu bomba altında olmaz. Yəni siz bombu tökürsünüz, siyasi müxalif çıxsın, orada bombun altından Amerikanın bombunun nəticəsində, İsrailin füzəsinin nəticəsində ölənlərin cənazəsini daşıyırlar. Bu tərəfdən də məsələn onun qonşusu o birisi çıxıb nə mövqe qoyacaq. Yəni çox kompleks, çətin bir vəziyyətdir. Ona görə yerli mübarizəyə, xalqların mübarizəsinə dünya mənəvi və maddi dəstək verməlidir. Yoxsa bombla, yəni bomb ki düşür orada, acaba bu bomb məsələn dost düşməni tanıyır, yaxşı məsələn müxalifi öldürmür, rejim yanlılarını öldürür, hamını öldürür. İndi şəhərlərdən qaçırlar cəmaət. Tehrandan, Təbrizdən deyil hələ, amma məsələn Urmudan, Azərbaycanın bir çox şəhərlərini çox ciddi vurublar. Yani bunu biz əsla razı deyilik və bu demək şəhərlərimizdə tökülən bombalar bizə demokrasi, azadlıq gətirəcəyini əbəda inanmırıq. Bunlar əgər həqiqətən İranda dəyişiklik istəyirlərsə, o zaman bizim mübarizəmizə dəstək verib və işi bizə buraxarlar. Biz bunu edə bilərik. Biz bu rejimi dəyişdirə bilərik. Yəni orada olan xalqlar, orada olan müxalif qüvvələr. Yoxsa xaricdən kopya götürmüşüm deyə mən bunu götürürəm, onu qoyum yerinə. İran xalqı da demək bir dənə inqilabın demək nəsli hələ aradan getməyibdir. Yəni şahı qovan nəsil hala yaşayır. Ola bilsin ki, cavan nəsil demək onu görməyibdir. Amma İranda yaşayan millətlərə hər hansı bir qondarma demək başqa yerdən götürüb gətirib gəl bu sənin rəhbərindir demək mümkün deyil, qəbullandırmaq mümkün deyil. Hələ ki məsələn bunlar şahın oğlunun ətrafında demək manevr edirlər, onun heç şansı yoxdur. Yəni ki onu belə bu gün apararlar qoyarlar oraya, gərək Amerika bir 200 min, 300 min nəfərlik ordu da qoya ona ki, o orada məsələn Tehranda hökumət eləsin. Onun kənarında da eləyə bilməz. O ordu çəkiləndə də o Pəhləvi onlardan qabaq qaçar. Yəni qaçmağa məcbur olar. Onu qəbul etməzlər. Yəni İran toplumunu yaxşı tanımayıblar. İran millətini, İranda yaşayan millətləri nə istədiklərini yaxşı tanımayıblar. Mən güman edirəm ki, Amerikaya məşvərət verənlər o İranlılardan ki, bilgi alıblar, o yanlış bilgilərlə Amerikanı yanlış hərəkətlərə yönləndiriblər.